Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Sokar Polimer Arenadayıq və bugün AFFA Yüksək Qızlar Liqasında mövsümün çempionu müəyyənləşə bilər. Neftçi Sumqayıtla qarşılaşır və bugün Ağqaralar qələbə qazanacağı təqdirdə ardıcıl 3-cü dəfə Yüksək Qızlar Liqasını çempion olaraq tamamlaya bilər. Komandaların heyətləri ilə tanış olaq. Əvvəlcə başlayaq meydan sahiblərindən. Sumqayıt komandasında qapını 1 Gürəsər İsmailova qoruyacaq. 15 komandanın kapitanı Aybəniz Əskərzadə, 2 Xanmana Əhmədova, 3 Ayşən Mirzəyeva, 7 Müjgan Seyidova və Neftçinin start 11-liyi qapıda 98 komandanın kapitanı Günay İsmailova olacaq. 5 Aydan Həsənova, 7 Manə Mollayeva, 8 Firəngiz Teymurova, 9 Mədinə Curuqova, 10 Ayşən Salamzadə. Çıxıb fit səslənir və oyun başladı. Neftçiyə uğurlar arzulayırıq. Mollayeva saxlamadan vurur. Manə Mollayeva hesab açılır 11-ci dəqiqədə. Neftçi hesabda irəlidədir. Ayəl ötürmə saxlamadan topu qapıya vurur. Manə Mollayeva. Müsalenin ötürməsindən sonra çox baxımlı alınır. Mədinənin zərbəsi alınmadı. Vüsalə ilə hücum davam edir. Seyfəddinova 2-0 edir hesabı. 15-ci dəqiqədə Neftçi ikinci qolu da vurur. İlk cəhdə orada Mədinənin zərbəsinin qarşısını kəsdi Güləsər İsmailova. Vüsalə Seyfəddinova bu hücumu Firəngiz xanım Manə Mollayeva əla ötürməsi Vüsaləyə dubl edə bilər. Vüsalə Seyfəddinova keçir qapçını da. Vüsalə Seyfəddinova 3-0 hesab. Dubl edir Vüsalə Seyfəddinova 19-cu dəqiqədə. Neftçi ardıcıl 3-cü dəfə. İkincidən zərbə yerinə yetirilir. Ötürmə qapı qarşısına. Orada top Güləsərin əlindən qaçır və xanım Əsədova hesabı 4-0 edir. İzləyək təkrarını. Ayşənin ötürməsindən sonra orada Xanmana Əhmədovanın toxunuşu qapıçını çaşdırdı. Orada 45 dəqiqə bitib və birinci hissədə başa çatır. Hörmətli izləyicilər, Yüksək Qızlar Liqasında 20-ci turun oyunu Sumqayıt Neftçi maçında ikinci hissə başlayır. İlk hissədən sonra Neftçinin 4-0'lıq üstünlüyü var. İndi sağ cəhddə Ayşən Salamzadə cərimə meydançasına daxil oldu. Ötürdü topu Məsuməyə. Nəzərli zərbə vurur. Qapçı əlindən qaçırır. Suel Polikarpova 5-0 hesab. Təkrarını izləyək. Məsumənin zərbəsindən sonra Güləsər topu qaytarsa da qaydan top Röyadan irəliyə Məsumənin hərəkəti istiqamətində oyundan kənar vəziyyəti yoxdur. Məsumə Nəzərli qaçır sağ cəhddə cərimə meydançasına daxil oldu. Məsumə Nəzərli ötürmə Suel topu buraxdı. Mədinə və gol! 6-0 olur hesab. Sağ cəhddən əla çıxdı hücuma Neftçi və hücumu qolla tamamlayan Mədinə Curuqovadır. Qolla tamamladı. İzləyək təkrarını. Nəzərli ötürdü. Suel orada. Topa toxuna bilmədi. Mədinənin önünə gəlir top və final fiti səslənir. Bununla da Neftçi ardıcıl 3-cü dəfə AFFA Yüksək Qızlar Liqasının çempionudur.